Mən istəyirəm azacıq dinamikanı yoxlayım, operatorun bərk dursun. Və saatda 60-a qədər artıq sürətləndik. Biz ekonom rejimdə dinamikaya baxdıq. Mənə elə gəldi ki, bir qədər darıxdırıcı ola bilər və bax bu düymə var Drive Mode sükanın üzərində. Mən qoşuram sport rejim və displey qızardı və özünüz baxırsınız ki, tamamilə başqa bir xəsiyyətdir avtomobildə. O deməkdir ki, idman avtomobili kimi də özünü apara bilir. Burada texnologiya sənə xidmət edir, sən texnologiya yox. Adaptiv cruise kontrol, zolaqda saxlama sistemi, 360 dərəcə görüntü, bütün bunlar sürücünü yorulmağa qoymur. Aşağı sürətlərdə sırf elektrik rejimdə və bizə mənzərəni göstərir. Və avtomobili parklamaq üçün gördüyünüz kimi mükəmməl bir qrafika var. Hər şey, bütün mənzərəni görürsən. Burada bir sual var ki, maşın seçərkən sən özünü göstərmək istəyirsən, yoxsa səviyyəni. Bax, K8 bu hibrid dizayn ilə ola bilər ki, heç də bağırmır, amma sənə statusu təmin edir. Beləliklə, bu avtomobil sürətli olmaq, amma ağıllı qalmaq istəyənlər üçün bir modeldir. Yan qoy keçsin ha. Şu təpənə sən. 2026-cı deyə gör nə ilə loğalanırsan sən.